Herkese selamlar. Bugün Azərbaycan milli komandasıyla qalan karyeramıza davam edəcəyik. Hədəfimiz isə dünya çempionatında qrupdan təbii ki də çıxmaqdır. Bu qrupdan çıxmağa çalışacağıq. Milli komandamız ilk oyunda Braziliya yığmasıyla 1-1 hesablı bərabərliyə razılaşmışdı. Bu dəfə 1-1 yox, əslində 3-3 hesablı bərabərliyə razı olmuşdu. Bu dəfə ikinci tur çərçivəsində milli komandamız Senegal yığması ilə qarşılaşacaq. Gəlin Senegal olan qarşılaşmanı simulyasiya edək və görək millimiz bu maçdan hansı hesabla ayrılmış olacaq. Və maç start götürür. Azərbaycan Senegal maçımız başladı. Maça başlamaz ilk hücumu quran tərəf ilə milli komandamızda Ramil Şedaya topladı. Ramil topladı azıda. Ramil göre hansı qərar qəbul edəcək? Ramil Şedayev. Əla bir gol atır Ramil və hesabı komandasının xeyrini dəyişməyi bacarır. Erkən dəqiqələr itibarıyla Azərbaycan 1, Senegal 0. Senegal yığmasının əks əmləsi reallaşa bilər. Əla pas içəri doğru. Bunu tanımaq lazımdır. Və qapıcı Aydın Bayramov qapısında diqqətli oynayıb və topu tutmağı bacarır. Hələ ki millimiz sada öndədir və bu hesab bizi qane edə bilər. Əgər ikinci qolda vursaq, bizim üçün hər şey əla şəkildə davam edəcəkdir şübhəsiz ki. Topu alandır yenə Ramil Şedayevdir. Ramil çox bərbad oynayır burada, topu itirir. Biraz topu özündən çox irəli buraxdı və bu da top itkisinə səbəb olur. Görüşdə 40 dəqiqə tamam olub. Azərbaycan Senegal oyununda hesab edir ki 1-0 millimizin xeyrinədir. İndi Senegal ikinci hissədə bir təhlükə həmdə reallaşdıra bilər. Diqqətli olmaq lazımdır. Qapıcı boşdadır. Top alta gedir. Burada bəxtimiz gətirir. Senegal yığması gol hesabını aça bilmir. 60 dəqiqə tamamlamış Senegal yığmasının növbəti təhlükə əksəməsi reallaşa bilər və topu ilə uzaqlaşdırmağı bacarır. Hər şey bizim üçün yaxşı şəkildə bitmiş olur. Hesab edək ki 1-0 Azərbaycan Senegal oyununda görə bu üstünlüyümüzü qoruya biləcək yoxsa yox. İndi Senegal hücumlarını davam etdirməyə çalışar ki, millimiz bu vəziyyətdən istifadə edib bir əks hücum həmləsi reallaşdırmağa çalışacaq. Görə bu əks hücum həmləsi hansı məntiq sonluqda bitəcək. Ramil topadı. Ramil Şedayev işi bitirən qolluq atır. Ramil Azərbaycan 2, Senegal 0. Millimiz qrupda ilk qələbəsini Senegal üzərində qələbə qazanmağı bacarır və qrupda 2 turdan sonra millimiz 4-cü halını qazanmış olur. Və 3-cü tur çərçivəsində indi Ukrayna yığması ilə qarşılaşacağıq. Qrupdan çıxmaq üçün çox vacib bir oyun olacaq bizim üçün və Azərbaycan Ukrayna maçı start götürür. Uğurlar arzulayaraq milli komandamıza hələ görüşdə 2-15 dəqiqə tamam olub və tamam olan kimi Ukrayna hücumu və qapıcımız Aydın Bayramov bu cəmə zərbəsini əla şəkildə dəf etməyi bacarır. Görüşdə 25 dəqiqə tamam olub, artıq Azərbaycan Ukrayna oyundaysa bəlkə 0-0 qalmaqdadır. Görək millimiz qol və qollar vura biləcək yoxsa yox. 39-cu dəqiqədə indi milli komandamızın bir hücum daha reallaşa bilər. Əla pas içəri oldu. Emin Mahmudova. Emin ötürməsini verir Ramilə. Ramil bu dünya çempionatı çox işlə görüb Ramil və Ramil Şedayev bu maçda fərqlənməyi bacarır. 39-da Azərbaycan 1, Ukrayna 0. Georgiy Sudakov sarı kart alır. Tural Bayramov qırmızı vərəqlə cəzalanır. Görüşün bu dəqiqəsi etibarilə məcburi bir dəyişiklik etməliyəm artıq. Çünki bizim müdafiə xəttində boşluqlarımız şübhəsiz yarancıdır və Elvin Cəfərquliyev biz müdafiə xəttindən çıxmış olduq bu oyunda. Azərbaycan Ukrayna qarşısında öndədir və təəssüf ki 10 nəfər azada görüşü davam etdirəcəyik Ukraynaya qarşı oyunda, amma 10 nəfər qalmamıza rəğmən millimiz hücumla davam edir. Ramil topadı. Ramil çəkirir. Ramil Şedayev son 2 maçda artdığı 4 qolla mükəmməl performans davam etdirir. Hazırda millisi Ukraynaya qarşısında hesabda öndədir. 2-0 hesab ilə 10 nəfər qalmamıza rəğmən indi Ukraynalılar bu tabii ki hücumlara davam etdirməyə çalışdılar. Doğru zərbəsi yaxşı alınmır. Hər şey bizim üçün əla bitir. Braziliya Senegal qarşısında 2-0 hesabı öndə olduğunu qeyd edək. Və təəssüf ki Artem Dobik hesabı 2-1 edir 75-ci dəqiqədə. Ukrayna hesabı aslında fərqi 1 topa endirir. İndi Ukraynalıların qol şansları davam edir. Diqqətli olmaq lazımdır. Son dəqiqədə Ukraynalılar təzyiqi artırıblar və bu da başa düşüləndir ki, təəssüf ki Zinchenko'nu dayandırma mümkün olmur. 2-2 oluyor tabi 79-cu dəqiqədə. Ukrayna hesabı artıq bərabərləşdirir. Millimizin növbəti qol şansı yaşa bilər. Əla pas. İçəri mükəmməl ötürmə gəlir. Ramilə. Ramil topadı. Ramil irəliyir.
Ramil hat-trick edir. Ramil Şeytayev 2 oyunda toplam 5 gol atır Ramil Şeytayev və dünya çempionatında Azərbaycanın 8-də 1 final atışmasında böyük bir müstəsna rol olur. Ramilin hazırda o 3 oyundan sonra attığı 5 golla ikinci pillədə qərarlaşır. Braziliyaya hat-trick edən Nəriman Axundzada isə 3 golla, o da 5-ci pillədə qərarlaşır. Ən çox gol atanlar siyahısında. Bunu da qeyd edək. Və indi niyə keçəcək? Təbii ki də millimiz qrupunu ikinci olaraq bitirmiş oldu. Topladığı 7 xalla bərabər sadəcə Braziliya yığmasından averajda geri qalmış olur. İspaniya, Kamerun C qrupundan çıxmağı bacarırlar. Almaniya, Cənubi Koreya, İngiltərə, Serbiya, Argentina, İsveçrə, Fransa, Mərakeş, Hollandiya, Nigeriya, İtaliya, İran yığmaları qrupdan çıxmağı bacarmış olurlar. Bizim potensial rəqiblərimizi gördünüz. Rəqiblərimiz siyasında kimlər ola bilər? İran ola bilər, daha sonra Kamerun ola bilər, Cənubi Koreya, Serbiya, İsveçrə, Mərakeş, Nigeriya, İran yığmaları bizim 8-ə finaldakı olası rəqiblərimizdirlər. Sizə də bizim rəqibimiz kim olacaq? Bunlara yoruma yaza bilərsiniz. Kimin yorumu düz olsa onu sabitləyəcəm videonun yorumunda. Növbəti videoya başlayanda. Və artıq biz burada bitiririk. Bu videonun davamı gələcək və millimiz dünya çempionatında 8-də 1 final yolundakı növbəti rəqiblərlə qarşılaşacaq. Hər ki burada videonu bitiririk. Kanala abunə olub like atmağı da unutmayın. Sağ olun, salamat qalın.